Hər kəsə salam. Bugün Bakıdayıq və sizlə mini bir vlog çəkməyə qərar verdim. İlk öncə mini bir alış-veriş eləyəcəyik və siz də mənə seçməyə kömək eləyəcəksiniz. Gəlmişik Neftçilərdə olan Lady Sharma. İçəri girdik və həqiqətən çox cıvıl-cıvıl, rəngarəng paltarlar var idi. Şəhriyar bildi ki, biz bura girəndə azı bir 2 saat çıxmayacaq. Ona görə canlı açıb başladı öz-özünə söhbət eləməyə. Siz də yəqin ki, çoxlarınız canlıya baxmış olarsınız. Burada göstərdiyim paltarların çoxu həm də sizin üçündür. Yay gəlir, bilirsiniz, rəngarəng elbisələrin zamanı gəldi. Bundan əlavə, klassikdən əlavə belə gördüyünüz gündəlik geyimlər də var. O pencək məncə star parçaydı. Sonra gəldim ayaqqabı bölümünə. Bu stilettodan çox xoşum gəldi. Paltarları sınayanda bunun krem rəngisini geyinirdim dayanmadan. Ümumiyyətcə stiletto görüntüsünə bayılıram. Bu ketləri çox bəyəndim və bütün seçdiyim paltarları da götürüb gəldim sınamağa. İndi sizə seçdiklərimi göstərirəm. Baxın, belə rəngarəng şeylər seçmişəm. Bəzilərini əynimdə görəcəksiniz. Fikirlərinizi bildirsəniz çox sevinərəm. Bu ilk paltar. Bunu götürdüm, çox bəyəndim. Həm yayda çox sərin olacaq, həm fırlananda çox qəşəng uçuşur ətəkləri. Ona görə götürdüm. Daha sonra gündəlik geyimlərdən bu şalvarın materialını çox bəyəndim. Üstündəki qaşları da çox bəyəndim. Bu krasovkanı da götürdüm. Çox xoşum gəldi. Çox rahat idi. Yəni mən narahat krasovka giyinə bilmirəm. Yumuşaq idi gəzəndə. Paltarları sınadıqdan sonra qalxdım yuxarı. Öyrəndim ki, burada ziyafət geyimlər də satılırmış. Prosta marağa gedəcəyim bir toy nişan yoxdur. Sadəcə marağımdan qalxdım yuxarı. Həm sizin üçün, həm də özüm üçün dedim. Baxım görüm zövqümcə nə var. Gözəl paltarlar var idi. Bunun pış-pışlığına baxın. Bir neçə dənəsini bəyəndim. Misal üçün bunu çox bəyəndim. Əgər hər hansısa özəl bir gününüzdürsə giyinə bilərsiniz və gəldim kassaya. Burada Instagramını da görürsünüz Lady Sharm'ın. Paltarlarımı qoydum kassaya, götürdüm və getdik yemək yeməyə. Yenə Şəhriyar orada da canlı açdı. Yəqin ki, orada da baxmış olarsınız bəziləriniz. Və günün sonu. Aldıqlarımı bəyəndinizmi? Sizin bəyəndiyiniz paltarlar oldu mu? Fikirlərinizi bildirin.